Ehtiyatların yer kürəsində paylanması biosfer bölməsindən. Burada bir neçə testin izahına ardıcıl verəcəm. Daha sonra isə, yəni nümunə kimi izahdan sonra ardıcıl olaraq tapşırıq kimi evdə işləyib hər biriniz gələcəksiniz. Birinci suala baxırıq. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin daha böyük olduğu təbii zonalar. Biz bunu buxarlanma qabiliyyəti ilə buxarlanmanın fərqin böyük olduğu səhra və yarım səhralar üçün, yəni bu təbii zonalar üçün qeyd etmişdik. Doğru cavab B variantı, səhra və yarım səhra olacaq. Bunun fərqi nədir? Onu da izah edirəm sizə. Hər kəs diqqətlə qulaq assın. Buxarlanma temperatur nəticəsində suyun buxarlanmasıdır və həmin buxarlanma miqdarı deməkdir. Buxarlanma qabiliyyəti isə, yəni buxarlandırmağa gücü var, qabiliyyəti var. O deməkdir ki, yüksək temperaturu var ona görə. Amma tropik səhralarda bildiyimiz kimi, daha doğrusu ümumiyyətcə üzr istəyirəm, səhra və yarım səhralarda buxarlanma qabiliyyəti yüksək olur, temperatur yəni yüksəkdir. Amma buxarlandırmağa su yoxdur. Yəni buxarlanmanın öz miqdarı su olmadığına görə aşağı həddə olur, az olur. Amma buxarlanma qabiliyyəti daha çox olur. Və buna görə də biri aşağı, biri yuxarı olanda təbii ki, fərq də böyük olacaq. Ona görə doğru cavab B var. İkinci suala baxaq. Tropik iqlim qurşağında buzlaqlar əmələ gələ bilər. Hansısa şərt daxilində bəli gələ bilər. Baxaq, A variantı, ərazi zəif parçalanıbsa. Xeyr, bu ona təsir etməz. B variantı, ərazi qar xəttindən yuxarıda yerləşirsə. Bəli, doğru cavab B variantıdır. Çünki qar xətti o xəttə, o hədd hündürlüyə deyilir ki, orada temperatur 0 və 0-dan aşağı mənfi olur. Qar əriməyə macal tapmır və qar xətti il boyu daimi olaraq formalaşır. Digər variantlarda da artıq baxmağa ehtiyac deyil, onlar bu şərti ödəməz. Yəni B variantı testimizin doğru cavabıdır. 3. Afrikada yerləşən səhralar. Biz bunu fiziki xəritəni normal əgər biliriksə və mütləq şəkildə biz öyrənəcəyik. Əgər harada zəiflik varsa aradan qaldıracağıq. A variantında Kalahari, Namibi, Liviya. Bəli, bu üç səhranın üçü də Afrika materikində yerləşir. Doğru cavab A variantı. Və digərlərinə artıq baxmırıq. Vaxt çox getməsin. 4. Avstraliyanın və Afrikanın bitki örtüyünün qismən bir-birinə oxşar olmasının səbəbi. A variantı, ən rütubətli materiklərdir. Xeyr, Avstraliya ən quraq materikdir, Afrika ən isti. B. Bütövlükdə qərb yarımkürəsində yerləşirlər. Yanlışdır. Afrika 4 yarımkürədə yerləşir, Avstraliya cənub və şərq yarımkürədə. C. Geoloq keçmişdə Gondvana qurusunun tərkibçiləri olmuşdur. Bəli, bax bu doğru fikirdir. Gondvana, Pangeya 2 qrup parçasını demişdik, bölünmüşdür. Şimalda Lavrasiya, cənubda Gondvana. Cənub materikləri Avstraliya, Afrika və Cənubi Amerikada Gondvana parçalar qurusunun parçasıdır. Ona görə oxşarlıq bu nöqteyi səbəbdən var. 5. Tropik səhralarda fiziki aşınmanın intensivliyi asılıdır. Bu da fiziki aşınma sukalıq temperatur amplitudunun çox olması nəticəsində baş verən prosesdir. Bu deməkdir ki, gecələr tədricən havanın temperaturu aşağı düşür, soyuq şərait yaranır. Suxurlar soyuq hava şəraitinin təsirinə məruz qalır. Gündüzdə də kifayət qədər bulut yoxdur deyə. Yəni buxarlanma yoxdur deyə bulut yoxdur. Bulut olmadığına görə düz radiasiyanın kəmiyyəti yüksəkdir və bundan nəticəsində temperatur həddən artıq yuxarı olur. Suxurlar başlayır kifayət qədər qızmağa, genişlənməyə. Soyuqdan belə deyək, kiçilmə, istidən genişlənmə baş verir və təbii ki, bu da fiziki aşınmanın intensivliyini çoxaldır. Yəni bunlar hamısı, biz dediklərimiz hamısı diqqət etməli olduğumuz məqamlar. Növbəti suala keçdik.